Və inşallah əminəm, bu niş sistemin haqqında yenə də danışırıq. Demək, qidalanma haqqında olacaq söhbətimiz. Mən bir dənə kəlmə özüm demək istəyirəm. Mən bu niş sisteminə keçəndən sonra mükəmməl fayda gördüm. Ona görə də elə bil bu bitkiləri də öyrəndim, əlavə elədim bu sistemə. Sonra analizləri falan öyrəndim. Mütəmadi olaraq məsələn özüm qan analizi verirəm. Qan dəyərlərinə baxıram, bitkilərlə tənzimləyirəm və ən əsas sağlam qidalanmada düzgün həyat sürmək, niş sistemi. Təbii ki, başda odur. Əmin buyur, insanlara məlumat ver, qidalanma haqqında Allahın izni ilə. Bu 20 illik təcrübəmdən istəyirəm ki, faydalansın hər bir insan. Allah razı olsun. 20 ildir mən pəhriz qidalarla qidalanıram. Pəhriz çox gözəl şeydir. Bəzi adam deyir ki, mən əti çiynətəriyim. Əti vacibdir sən çiy yeyəsən. Mən 17 il indi başlayıb yeyirəm bəzi halda o bozartma yeməklərin, yağda pişmiş yeməklərin. Onu da yəni imkan dairəsində yemirəm. Soyutma yedim əti. 17 il. Ən gözəl olur. Soyutma ilə ye daha onun səziyanı yoxdur. Yağlı yerin yox. Qırmızı tikələri soyutma ilə ye. Toyuğu da çolpanı da soyutma ilə ye. Hər qidanı, bişmiş qidaları az yeyib, qaynamamış qidalara üstünlük vermək lazımdır. Canlı qida deyəndə bəzi adam, mən valla o bəzi adam var, əsgərlikdə biz o vaxtı Sovetin devrində suluş eləmişik, 75-ci ildə mən suluş eləmişəm. 2 qusoq nazik əl qalınlıqda kərpiç çörəyin 2 qusoq verirlərdi. Çiftə gedəndə ikisi ilə doymurduq. Amma 1-3-4 ay aradan keçəndən sonra onun bir dənəsini yeyirdik. Deməli, mədən sən çalışıb, kiçildib, salmalısan öz həddinə. Biz mədəmizi elə bir rezinləşdirmişik. Başa düşürsən? Bir dənə sualım var sənə. Buyur. Sən toyuq əti ilə mal ətini, quzu ətini deyək, birlikdə yeyirsən yoxsa? Yox. Heç vaxt. Bir dənəsi. Birini yeməlisən. Tamam. Mən toya gedirəm indi. Toyda mənə deyirlər, sən niyə ət yemirsən? Mən yemirəm o ətləri. O əti, o demək deyil ki, orada pis ət. Yox. Ona görə yox. Orada canlı qidayla, qidalanıb durub çıxıb gəlirəm. Canlı, bəli. Canlı ilə. Hər zaman mən... Bişmiş qida çünki orada hamısı yağla bişmiş. Bax, o qidalar. Təsəvvür edin ki, qazanda saatlarla qaynayıb. Orada ölüb də o var. Ölüb, hər şey ölüb. Orada canlı heç nə yoxdur. Bizə faydalı heç nə yoxdur. Sadəcə olaraq biz orada ağız dadı hiss edirik deyə, gözəl bir dənə dad hiss edirik deyə onu biz yeyirik. Yəni onu az yeyin, tərəvəzləri çox yeyin, bol yeyin. Gedir o düşür mədəyə. Mədə də onu mədədən çıxarda bilmir deyə, ona reaksiya verə bilmir deyə. Biz tox qaldıq. Deyirik ki, səhər-səhər yemişəm, hələ acmamışam, yaxşıdır. Amma əslində sən yeyəndən 2 saat sonra acmalısan. Aclıq hiss edir. Həzmə getmir, qalıb orada xarab olur. Bəli. Xarab olur. İyi verib yiyilənir olur. Xarab olur. Ağzından, bəzi insanların ağzından, o yeşək qarın insanların ağzından iyi gəlir. Bax, nəyin nəticəsidir? Xarab olur. Həmin o mədədə yığılıb qalmış qidalar orada üfunət yaranıb, o iyi gəlir onun ağzından. İndi bu dəqiqədə hamı deyir ki, köpəm, qəbizəm, niyə? Qidalar hamısı xarab olur. Başa düşmürsünüz ki, qida xarab olanda orada köp yanacaq, qaz yanacaq, orada bəs nə yaranmalı? Həzm getmir. Həzm prosesi pozulub artıq. Bəli. Yəni çalışın qidaları inşallah ki, qarışdırmayın. Bir qida yeyin, bol tərəvəzlə yeyin. Əsas canlı qidalara üstün. Canlı qida, əsas canlı qida. Canlı. Yəni hər zaman deyirik biz. O belə bir misallar da var ki, maşının motorun yağın vaxtı keçəndə görsən motor düzdür. Kanallar tutulur, motor vurur. İnsanın qanın dəyişməsi, bəs qan laxtalanması nədən yaranır? Qanına bu saat damar xəstəlikləri hamının baş alıb gedir. Nəyin nəticəsindədir? Qanı düzgün dəyişmirik. Düzdür. Maşının yağını açıb buraxırsan yerə, yağ tökürsən ora dəyişib təzə eləyirsən. Amma qanı açıb buraxanmırsan axı yerə. Qanı təbii qidalarla yaratmalısan. Bişmiş
bişmiş qidada qan yaranmır insan Mən üçün. əmi deyərəm ki, qanı laxtalayan, qanı pis üçünə qoyan o bişmiş qidalar. Bəli, Canlı ölü qidalardır. Ölü qidalar, canlı qidalar qanı duruldur, gözəlləşdirir. Bəli. Damarlar da elastik olur. Canlı qidalar. İndi bax mən özümün 70 yaşlı təcrübəmə görə deyirəm. Mən gedib qan analizi verirəm. 2 aydan bir ayda bir dəfə gedib analiz verirəm laxtalanmadan faizindən. Mən qızlar o saat deyir ki, dayı, sən qanın niyə belədir? Gözəldir. Deyirəm niyə? Deyir ki, bax amma indi bu dayın qanı çıxacaq qapqaradır. Sənin qanın qıpqırmızı lalə kimidir. Gözəl. Deyirəm onu mən qazanıram. Düzdür. Özün yaradırsan onu. Bəli, özüm yaradıram. Ölü qidada nə qan yaranacaqdı sənə ki, o da qırmızı olsun. Heç. Sadəcə olaraq biz orada bir dənə ağzımızda onu çeynəyəndə, ağızda orada dad hiss eləyirik. Artıq qida borusuna ötürüləndə dad hiss eləmirik. Fəlakət də ondan sonra başlayır. Ondan sonra mədədə, bağırsaqda onlar xarab olur. Xarab olmuş qidanı da bağırsaq soğurur. Onun işləncə soğurmaz. Rus alimi Zalmanov olubdu. Onun bir misalı mən kitabda oxumuşam. 2 dənə dovşanı salır qəfəsə. Dovşan orqanizması ilə insan orqanizması eynidir. Salır qəfəsə, birinə hər şey verir, kələm vermir. Birinə amma hər şey verir, kələm də verir. 3 dənə dovşanı xərçəngə tutuzdurur, kələm yeməyən dovşanlar. Hə. 3 dənə dovşan xərçəngə tutulur, kələm yeyən dovşan tutuzdura bilmir xərçəngə. Görürsüz? O alim Rus Zalmanov kitabını tapın, oxuyun. O deyir ki, deməli çiy kələm yemək insan üçün bir nömrəli vitamindir. Bax, hər zaman deyirəm. Mən şəxsən neçə illər Ləkidən mən bu kələmi belə qulağın yox, xoşladım, öyrəndim onu yeməyə, o zoğunda, yerdən ki çıxan zoğu var. Onu mən kisə ilə gətizdirirdim Ləkidən burada. Qoyurdum seyxa sərin yerə. Orada ya gündə 2-sini üçün soyub yeyirdim. Bu günlərimdə mən kələmi çiy yeyirəm. Yox, mən də çiy. O duzlu kələmi yemirəm. Yox. Mən deyərəm ki, qırmızı kələm, başda qırmızı kələm, ağ kələm, başqa kələmin növləri yemək bədəndə turşu qələvi mühiti düzəldir. Ona görə də o şiş hüceyrələr oradan inkişaf eləyə bilməz. Çox mükəmməldir. Hər zaman deyirəm ki, mən özüm də belə deyim, qoyulmuş kələmi az yeyərəm. Sən necə o duzda da 1-2 gün hazır olur tezi, Naxçıvan duzu ilə. Bəli. Onu amma əsas çiy kələm. Əsas görsən ruslar yediyi kələmdir. Rusun üstünlük verdiyi kələmdir. Məsələn, karçukanı mən qabıqlı şəkildə yumurta boyutda karçukanı həmişə alıram. Ya onu kabab bişirtdirib yeyirəm, ya da ki külləmə. Ya da ki txopkaya qoyub qabıqlı şəkildə onu. Bax, kartoşka elə xeyirdir. Düzdür. Amma elə belə bu suda qaynadıb yeyəndə karçukanı ən aşağısı 2 dəfə, 3 dəfə suyun qaynadıb töyməlisən ki, onun tərkibindəki o nişasta getsin, sənə ziyanlı şeylər oradan getsin. Düzdür. Tam düzdür. Esinəmi, çox sağ ol, Allah səndən razı olsun, insanları maarifləndirirsən. Mən də elə yəni ki, dedim gəlim elə əminlə çəkək. Çünki insanların buna ehtiyacı var. Vallahi ki, insanların çoxusu məlumatsızdır, niş sistemindən məlumatsızdır, sağlam qidalanmadan, düzgün qidalanmadan məlumatsızdır. Biz də insanlar Allahın izni ilə maarifləndirik ki, bildiyimizi deyirik də. Onsuz deyilən sözdən nəticə çıxartmaq lazım. Sual vermək lazımdır ki, mən bunu elədim. Yox, bunu eləməklə 5 gün, 1 ay eləməklə sən düzəlməyəcəksən. Sən ömrün boyu anadan olan gündən ölən günə qədər insan pəhriz yeməlidir. Bəli. Pəhrizi pozursansa, deməli orqanizmanı sən pozursan. Yəni belə deyim də, bizim Allah verən ömrü qədəri sağlam yaşamağımız öz əlimizdədir. Bəli. Öz əlimizdədir bizim o. Biz sağlam, düzgün qidalanaraq sağlam ola bilərik. Amma yox, sağlam qidalanmasa vallahi ki biz ancaq o xəstəliyin içində elə başımız ona qarışacaq. Ancaq həkimlər, ancaq dərman, dava bundan çıxmaq olmur. Yəni mən gördüm. 2005-dən bugünkü günə qədər klinikalarda gedib növbəyə dayanmıram. Bir dənə mən o analizdən keçəndə ora gedirəm. Nə bilim mən deyəndə ki, prava dəyişməyə gedib orada mən növbəyə dayanıram, elə şeylərə gedirəm. Mən həkimlə gedib, həkimlə lazım olur mənə, həkimə ehtiyacım olur. Gedirəm ondan məsləhətləşirəm, məsləhət alıram.
qəfildən krizis bir şey yarananda gedirəm həkimə müraciət edirəm. Mənə deyir ki, falan dərmanı al atçıyla, nə bilim mən falan ilə, al vurdurcuyla. Mən də hər zaman deyirəm, əgər indi insanlıqda yaşayırıq, hansısa orqanda anidən bir şey ola bilər təbii ki. Onda biz həkimə getməliyik, cərraha da müraciət etməliyik, onkoloqa müraciət etməliyik. Allah can sağlığı versin onlara da. Gözəl həkimlər də var. Yaxşı da var, pis də var. Həyat belədir də. Yəni müraciət etməliyik. O krizisdən çıxmaq üçün biz həkimə müraciət etməliyik. Amma əsas mən deyirəm ki, ora gedib çıxmamaq üçün sağlam qidalanmaq. Ora gedib çıxmamaq üçün. Çıxmayaq ora. İnşallah. Sağlam qidalansan, sənin ora ehtiyacın olmayacaq. Yox, olmayacaq. Çox sağ olun, minnətdarıq. Allah hər bizdən razı olsun. Allah bu dünyada və axirətdə hər birinizə yardım etsin inşallah.